Bugün peşə bayramını qeyd edən 55 yaşlı Kəmran Musayev ömrünün 35 ilini ekologiya sahəsinə həsr edib. Yalama Meşə Mühafizəsi İdarəsində meşəbəyi kimi fəaliyyət göstərən qəhrəmanım 5000 hektar meşə ərazisinə nəzarət edir. O bildirir ki, təbiəti sevmək, qorumaq və ona qayğı ilə yanaşmaq hər bir insanın borcudur. Mənim üçün ya bazar, ya bayram, qeyri-iş günləri mənə aid deyil. Mən gərək hər gün işdə olam. Çünki işə getməsəm üzümü yaxşı da istəmirəm. Çünki elə bil ki, meşəyə bağlı kimiyəm. 1 hektar meşə bir sutkada 84 kubmetr oksigen verir. Bu da bizim yaşayışımız üçün kifayət qədər bəsdir. Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Ölkə ərazisində xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və mühafizə olunduğu 8 milli park var. Bunlardan Şahdağ, Samur Yalama və Altıağac milli parkları şimal regionunun payına düşür. Azərbaycanda 2001-ci il 23 may tarixində ekologiya və ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Bu tarix hər il ölkəmizdə ekologiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Bütün əhalimizi ekologiyanın saflığına, təmizliyinə riayət etməyə çağırıram. Bu hər bir şəxsin, hamının bayramıdır. Şimal bölgəsi böyük bir ərazini əhatə edir. 4 rayonu əhatə edir. Ərazi çox genişdir. Ərazidə nəzarət funksiyasının həyata keçirmək üçün də idarənin 33 nəfərə yaxın əməkdaşı var. Hər birimiz bu işdə çalışırıq və cənab nazirin bütün aidiyyatı üzrə ekologiyanın nəzarətində olan işlərin həyata keçirilməsində çalışırıq. Peşə bayramları münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şimal bölgəsində çalışan əməkdaşları Ulu Öndər Heydər Əliyevin Xudat şəhərində yerləşən büstünü ziyarət edib. Ardından ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sayəsində xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşlar diplom və fəxri fərmanlarla təltif olunub. İlahə Məmmədova, Vaqif Nurəhmədov, Xaçmaz.